Salam dostlar. Deyirəm gündə bir dənə həşturum çıxır da. Görək bu dəfə nə deyir bu? Uşaq pulu niyə vermir dövlət? Sən özü uşaq doğacaqsan, sən dövlət niyə pul verməlidir? Hesab edir ki, cəmaatın buna borcu var, borcunu verməyiblər. Heç kimin sənin borcu yoxdur. O hardan sənin kafana girdi ki, sən uşaq doğanda sən pul verilməlidir? Nəysə, əvvəla kafa yox, baş. İkincisi də ki, dövlətin bizə borcu yoxdur, yaxşı. Onda əsgərliyi, müharibəni könüllü eləsinlər. Universitetləri, uşaq bağçalarını pulsuz eləsinlər. Və yaxud da ki, bir dənə gənc yeni bir dənə biznes qurmaq istəyir, vergi almasınlar ondan. Allahın torpağını dövlət bizə pulla satır. Torpaq Allahındır, dövlət yaradıb torpağı. Dövlət torpağı ərazilərə bölə bilər, hissələrə bölə bilər. O da ədalətlə. Pul almağa haqqı yoxdur.